Uşaqlar, indi keçirik onurğasız heyvanlara. Onurğaları biz keçirikdə, düz demirəm. Onurğasız heyvanlara biz onurğasız deyirik ki, onlarda daxili skelet olmur. Daxili oxdan, xordadan ibarət olan nə olmur? Skeletə rast gəlmirlər. Onlardan ancaq hansı skelet olur? Xarici skeletə rast gəlmir. Biz onun üçün bunlara nə deyirik? Onurğasızlar deyirik. Bugün biz onurğasızdan kim keçəcək? Hərgəvi qurtlarla bağırsaq boşluqlar tipini. Nəyi? Bunların tipini keçəcək uşaqlar. Hərgəvi qurtlar tipinin 3 dənə sinfi var. Nəyi var? 3 dənə sinfi var. Hərgəvi qurtlar tipinin 3 dənə sinfi var. Qeydinizi aparın. Az qıllı qurtlar, sonra çox qıllı, bir də var zəlilər. Nə oldu? Az qıllı qurtlar sinfi, çox qıllı qurtlar sinfinə və zəlilər aiddir. Az qıllı qurtlar sinfinə aiddir soxulcan. Nə aiddir? Soxulcan. Az qıllı qurtlar sinfi soxulcandır. Çox qıllı qurtlar sinfinə aiddir. Nereid qumqurdu. Nə aiddir? Nereid qumqurdu. Zəlilər sinfinə də aiddir. Nə? Zəli. Tip zəlisi aiddir buna. Uşaqlar, bu azqıllı qurtlarla çoxqıllı qurtlar parazit həyat tərzi keçmirlər. Sərbəst yaşayırlar. Bəziləri torpaqlarda, bəziləri sularda yaşaya bilər. Məsəl üçün, çoxqıllı qurtlara aid olan qum qurdunda ilk dəfə tənəffüs sistemi olan gəlsəmə yaradıb. Çünki suda yaşayır və sudakı oksigenlə tənəffüs edirlər. Amma soğulcan isə bütün çoxqıllıya soğulcan aiddir. Soğulcan aiddir çoxqıllıya. Onun bədəni xaricdən dərinlə örtülür və bu dərin hesabına tənəffüs edir. Amma zəllər isə xarici parazitdir. Nədir? Xarici parazitdir. Zəllər parazit həyat tərzi keçirir. Sərbəst həyat tərzi keçirmirlər deyə o sormazla bədənə yapışır. Neyinir? Sormazla bədənə yapışır. Və zəllərin 2 sormazı var. Bir ağız sormazı, bir qarın sormazı. Eşitmişsiniz də bəzi adamlar deyir ki, üzmə sormaz zəli yapışdırdım, kürəyimə zəli yapışdırdım. Onların qanları çox qatı olanda qanı durutmaqdan ötürü zəllərdən istifadə edirlər. Demək, zəli nə oldu? Hüceyrə xarici parazitdən ibarət oldu. Oldu uşaqlar. Yəni bu şeydir, hərgəvi qurtların bədənində buğumlardan, yəni bunun ön hissəsi var, arxa hissəsi var və üzərini örtən nədən ibarətdir? Qıllardan ibarətdir. Keçib bağırsaq boşluqlar tipi. Yəni bağırsaq boşluqlar nədir? Tipdir. Onun da 3 dənə sinfi var. Hansı sinifləri var uşaqlar? 3 dənə sinfi var. O bədənin hissəsidir. Aiddir hidrozalar. Nələr aiddir? Hidrozalar. İkinci aiddir. Niyə yazmırsan oğlum? Videoda baxacaqsan. İkinci aiddir sfoid meduzalar. Üçüncü aiddir mərcan polipləri. Nə aiddir? Mərcan polipləri o aiddir. Uşaqlar, bağırsaq boşluqlar tipində bir aktiv hərəkət edənləri var, bir pasif hərəkət edənləri var. Pasif hərəkət edənlərə deyirsən polip, aktiv hərəkət edənlər reaktiv hərəkət edirlər və onlara biz deyirik meduzalar. Nə deyirsən? Meduzalar. Onlar reaktiv hərəkət edirlər. Reaktiv nə deməkdir? Əgər bədəni bir hissəyə gedirsə, onun suyu, hava axının hesabına onun əksi istiqamətinə. Yəni özü bir tərəfə gedirsə, suyu arxaya doğru itərirsə, buna deyirlər reaktiv hərəkət. Hətta reaktiv hərəkətə bir misal göstərir ki, məsələn biz şarı üfürürük uşaqlar, düz demirəm, şarı üfürürəm. Şarı üfürəndə bütün risk ağzından şar çıxır. Onda nə olur? Şar özü qabağa gedir. Üzümə doğru havanı vurur, boğuluruq hətta, düz demirəm. Bu nə sayılır? Reaktiv hərəkət sayılır. Bunlarda yenə deyirəm, pasif hərəkət tərzi keçənlər polipdir. Aktiv hərəkət tərzi keçənlər meduzalara aiddir. Məsəl üçün, şirin su hidrasına fikir ver, hidranın. Bunun döşənəyi var, ağzı var, qolcuqları var. Qolcuqların sayını 2 götürsəz də uşaqlar, hidrada minimum 5, maksimum 12 dənə bu qolcuğa rast gələ bilərəm. Qolcuqların sayı da bunların şüalı simmetriyası var. Nəyi var? Şüalı simmetriyası var. Sonra meduzalara burada fikir verin. Arlia medusa, stavro meduza. Gördün uşaqlar. Mərcan poliplər 3-cü sinif aiddir. O mərcan poliplər 3-cü sinif aiddir ki, koloniya halında yaşayır. Nə halında yaşayır? Koloniya halında yaşayıb mərcan adalarının əmələ gəlməsində iştirak edir. Və bunların bədəni xaricdən kirə skeletlərlə örtülüb, neyinir? Kirə skeletlərlə örtülüb və bədəni xarici təsirdən qoruyur. Oldu.